bekərdir bala. Hə, elə o iki peymanəni görər. Sizə bəs deyir. Əvvəldə də o dücünü gərək yuvasan qızım. Amma mən qoyum libas şunun içinə yolsun. Yox bala. Gəti deysən bizim hamamda töhüyür. Ayaqlarıq bax. Balam sən elə tökəcəksən qablamada yuvacaq. Dayan mama, yum sənə zəng vurum. Aman. Yudum. Yaxşı balam sən, indi onu tök qablamaya qaynasın da. Yaxşı. Dəmləsin. Yox, əvvəl. Yaxşı mama, yıxıldı mənim evim. Dağıldı künə. Qaytaracaqlar heç gün. Balam sən də bir zəhmət çəkib boşaldaydın o qablamanın içinə. Hə. Öz başına qaynamayacaq ki, o su gərək tökəsən bir də qaynayır. Deydüncə qəza pişirmək öyrəş sabahları əllər evində əsir qalarsan. Əsir qalmışam. Nənə deyəndə sözünə qulaq asmazsınız sizlər. Başınıza daş düşər. Hə. Ləcbazlığınıza salarsınız bib üstəkin, dəd üstəkin. Məndən olub mənə oxşamadınız da ilə. Dəd üstəsiz. Maman, ələn istəsən buna mən qazmaq qoyam. Yaranma qazmağı çox istəyir, eşkin başına dolanma. Nə cür gərək qoyam? Neynəysən yer alma qazmağı? Sənlik olsa elə həvic qazmağı zadı da salarsan ona. Dücünü susuz qoyun gəlin. Befərəsat. Sən lap befərəsatıymışsan. Mənim əsabım çəkməzə day sənə bir şey öyrədim. Salam tacı sənəm. Mən səni boş ver dolanam gəldin. Bir dolanda qapıydı ya hamımız. Ay. Vallahi biz də əvvəllərində o cür idik, sonra olduq it pişi. Hə, get. Xudahafız. Aman, istəyəm dücüsüzəm. Bilməyəm, nə cür qoyacağım onu? Heç zat bala. Əvvəldə dücünü beteydat tökəcəksən qablamaya. Beteydat? Hə bala, beteydat. Aha. Xəbərlə, yəni biz 2 nəfər oqdayım, aman. 1 2 Mən çox utanıyam özdə. Xahiş eləyəm bu sözü heç kəsə deməm, amancan çox utanıyam, fəqət sənə deyəm. Kimin var kimə deyəcəyəm bala? Heç kəsə demərəm, denən görüm nə olubdu? Mama, gecə yuxu görəydim. Sonra yuxuda getdim dəstşuyə. Nə oldu bacı, eşitmədin? Həssadə bacın qurban, dünən gecə yerim batırıbdı, onu tərifləy. Xalondur, xalondur. Özgədir ki, xalondur, bacımdır. Həssad olmaz. Hə, elə bil yuxusunda görübdü. Gedib tualetə bilməyib, elə bilib yuxudu, yerim batırıb, onu tərifləy. Mən çox utanıyam özdə. Xahiş eləyəm bu sözü heç kəsə. صدام نکنه دتر تلوه؟ آره تله دوستش داری؟ خیلی گشتم تا برات پیداش کنم ها دست دارم مامان جان تولدت مبارک. سلام بذارم سلام دست نکنه اینم هدیه من یک عدد جوراب. سر گلم فقط من دیشب جایی بودم جورابم پاره بود مجبور شدم یک بار اینو بگم. سر گلم دست نکنه موی دورم میده موی میکنم دورم میده من بپوشم اینو خودم درد میگرد. آره دست درد نکنه ماما فقط یه جوراب خریدم دسترم ای پام خوب شد شد؟ آره شفا بود دته شفا بود پول کوچولو نیاز دارم دست برات از این کوچولو بهم قرض بدی من این کاری دارم راه میندازم و اینو بعد پسر چجوری بود ای بیو هم دارم مامان. بیو پسرم بیو تو بدی؟ آره پسرم بیو نه مامان نه تو مشکل داشته باشه من این زنجیر تو گردنم باشه بیو پسرم بیو اشکال نشه. اشکال چی پسرم تو خوش باش تو خوب باش دست ببر باز به من زره باز میده باش خدا میبینی؟ من زره باز میده چی شد؟ دتر؟ هیچ من خونه نورن شدی دتر؟ دتر بیجا داداش جون مادر پولمو بده به قرآن 2 روز دیگه چک دادم پولمو میخوام بدش پوله بدش من سیکو بچه خوشگل تو قیفت به این خافان نموخوره پول مناله کرماشانه ببری ها اینه بشت میگم به علی تا 2 دقیقه دیگه پول اگه نریزی حساب شقت میکنم
کره یارو پخشه داره. پخشه چیه؟ اینم نمیدانی؟ نه والا. یعنی طرف تعادل روحی روانی نره. خیلی بد دهن بود، بی ادب بود. شیطمان کردی، کم خرش بده. باشه بابا تو هم. ای هی یعنی چی؟ یعنی چه وضعیت نابسامانی برامون درست کردی؟